Salam hər kəsə, mən Fəxri Əsədov. Bu günləri Xızı rayonuna gəlmişik, Çanqan F70-i çəkməyə. Çanqan F70 modeli. Gördüyünüz kimi, heç vaxt indiyə kimi sizlər üçün bir pick-up tipində avtomobil çəkməmişdik və dedik, hazır pick-up çəkirik. Ona görə də gələk çıxaq Xızıya ki, necə lazımdır pick-up'ın haqqını verə bilək. İlk növbədə avtomobilimizin ümumi olaraq formasından, dizaynından danışmaq istəsək, avtomobilimizin normal bir uzunluğu var. 5 metrdən çox bir uzunluğu var. Onu qeyd edelim ki, sırf F70 modeli PSA firması ilə ortaq. Yəni Peugeot, Citroen firmalarından birlikdə ortaq olaraq istehsal olunmuşdur və ona görə də bəzi hissələrdə, misal üçün Citroenin, bəzi hissələrdə Peugeot'un detallarını biz burada görə bilirik. İstəyirəm avtomobilimizin təbii ki, motorxanasından danışaq. Çünki bir pick-up çəkiriksə, bizə əsas maraqlı olan şeylərdən biri onun gücüdür, qüvvəsidir, nəyə malikdir. Onun üçün də kapotumuzu açırıq. Amortisator falan hər biri yerində. Gördüyünüz kimi 4 silindirli 1,9 litr həcmində turbo dizel bir mühərrikimiz var. Turbomuz da konkret olaraq burada görünür. Yəni kapotu açan kimi artıq turbonu biz görə bilirik. Akkumulyatorumuzdur, giriş kollektorumuz, nə bilim antifriz qabı falan. Bunlar hamısı standart olaraq bir şeylərdir. Və avtomobilimiz 1,9 litr turbo dizel olduğuna görə avtomobilimizin at gücü 150 at gücündədir və bundan əlavə də əsas məsələ bir pick-up avtomobildə lazım olan tork məsələsi. Torkumuz isə 350 Nm-dir. İndi sizə maraqlı olar ki, Fəxri, hər bir şeyi dedin, onu dedin, bunu dedin və bəs bu pick-up'ın askı sistemi nətərdir? Askı sistemi isə, belə deyim, standart bildiyimiz pick-up sistemi iləndir. Yəni, bizim ön hissəmizdə olan askı sistemi standart bildiyimiz purjun amortisator, arxa isə 1,2 ton yük götürə bilməsi üçün rahat, problemsiz sürülə bilməsi üçün uzun müddətli. Ona görə də hələ də resor sistemi ilə olduğu kimi qalıb. Avtomobilimizi test eləyəcəyik. Resorlu avtomobilinə bir çox yerlərə getdiyim üçün həmişə belə olub. İndi görək bizim Çanqan yolda özünü necə aparacaq. Gedə bilərik məncə. Hal-hazırda 2H-deyik. Yavaş-yavaş gedirik. Yəni, getdiyimiz yolda da şüşə, dəmir falan nə istəsəz var. Burada palçıqlı bir yerə gəldik. Hal-hazırda önlər çəkir. Gördüyünüz kimi DSG sistemi özünü göstərir. DSG-ni biz off eləsək, çox pis palçıqdayıq hal-hazırda, o da deyim sizə. 4x4-ü qoşduq və hal-hazırda sürüşməyə qarşı olan rejimi deaktiv elədik ki, palçıqda rahat. Rahat hərəkət eləyə bilək. Gördüyünüz kimi palçıq da, yəni palçıqdır da. Bəli, palçıqlı ərazidən çıxdıq. Hal-hazırda üz yuxarı gedirik. Yəni bu bir off-road avtomobili deyil. Bir pick-updır. Nəzərinizə çatdırım onu da sizin bu formada. Hal-hazırda konkret elə bir yerdəyik ki, mən özümü düzəldim. Çox əyri qalmışam. Aha. Dörd el sistemi həqiqətən özünü göstərir. Belə gözləmirdim açıq desəm. Düz kimi yavaş-yavaş bu hissədən düşürük. Gördüyünüz kimi. Yəni 4L həqiqətən superdir. Çox əla, çox əla. Maşın bildiyiniz, yəni bütün idarə etmə sizdə olur. Nə istəsəz onu da eləyir sizin üçün. 350 Nm tork demişdi. O torku, yəni sözün əsl mənasında necə lazımdır ala bildik. Yəni açığı desəm gözləmirdim, çox xoşuma gəldi.
Gördüyünüz kimi asfalt səthə keçmişik. Artıq avtomobilə yapışan palçıqlar başlayır yavaş-yavaş düşməyə, onların səsidir. Artıq mən yavaş-yavaş belə deyim ki, resorun effektin hiss eləməyə başlayıram. Avtomobilimiz biraz sərtdir. Amma yəni bir pick-up avtomobili bu günlər sizlər üçün çəkirik. Yəni bir sedan falan olmadığına görə, yəni məncə pick-up üçün okeydir, yəni normaldır. Gördüyünüz kimi yəni pick-upsan da sən. Niyə özü off-road maşın kimi göstərirsən? Çox dəli kimidir ya. Deməli belə millət, bu da sizə Changan F70 incələməsi. Salam aleyküm. Videomuzu bəyəndinizsə, zəhmət olmasa bəyənməyi, kanalımıza da abunə olmağı unutmayın. Daha maraqlı, daha fərqli təzdə videolar tezlikdən gələcək. Deməzsən pick-up'dır.